Deməli, dəvətin uğur qazanması üçün mütləq və mütləq həm xüsusən dəvətçilər, istəyir alim olsun, istəyir elm tələbələri olsun və ümumən də bütün müsəlmanlar bərabər olmalıdır. Əl-ələ verib bu dəvətin yayılmasına çalışmalı, səy göstərilməlidir. Allah-u Teala Musanı Fironun yanına göndərəndə, Harun, bilirsiniz, Peyğəmbər Musa əleyhissalamın qardaşı olur. Və Musa əleyhissalam istəyir ki, qardaşı da bu işdə ona yardım eləsin, Allahdan izin istəyir bu haqda. Bu yolda izin istəyir. Və deyir ki, qardaşım Harunu mənimlə bərabər göndər. Və əxi Harun huvə əfsahu minni lisanən. Qardaşım Harunu da mənimlə bərabər göndər. O dildə çox bəlağətlidir. Fəərsilhu mə'yə rid'ən yüsəddiquni. Məni dəstəkləsin, məni təsdiqləsin deyə Harunu mənimlə bərabər göndər. Mən qorxuram ki, qövmüm məni təqzib edər. Allah Teala nə deyir? Allah Teala buna görə Haruna da peyğəmbərlik verir və onu Musanın köməkçisidir. Nə deyir? Allah Teala deyir ki, Sənəşuddu adudaka bi əxikə. Biz qardaşınla səni qüvvətləndirəcəyik və sizə dəlillər verəcəyik. Möcüzələrimiz sayəsində onlar sizə pislik edə bilməyəcəklər. Əntuma və mən ittəbəəkuməl qalibun. Siz və sizə tabi olanlar mütləq qəlbə qazanacaqsınız. Deməli, dəvətin nicat tapması üçün, dəvət əhlinin uğur qazanması üçün və onlara tabi olan müsəlmanların uğur qazanması, qələbə qazanması üçün bunların birlik, bərabərliyi mütləq şəkildə olmalıdır. Bir-birlərinə yardım etməli, bir-birini sevməli, dəstək olmalıdırlar. Yoxsa o bölgədəki ixtilaf etsələr, hər dəfə ixtilaf, fitnələr, vallahi dəvət zəfər qazanmaz, uğur qazanmaz. Allah-u Teala kitabında buyurur ki, Ən'am surəsində, وَاطِئُ وَرَسُولَهُ Allaha və Rəsuluna itaat edin. وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَذْهَبَ رِيحُكُمْ Allaha və Rəsuluna itaat edin. İxtilaf etməyin, yoxsa zəifləyər, ruhdan düşərsiniz. Səbr edin, Allah səbr edənlərlə bərabərdir. İxtilaf etsə zəifləyəcək, ruhdan düşəcək və dəvət dayanacaq. Peyğəmbər sallallahu aleyhi və səlləm risalətini təbliğ etmək lazımdır. Allah Rasulü sallallahu aleyhi və səlləm risaləti təbliğ etdi, haqqı ilə çatdırdı, əda etdi, haqqı ilə cihad elədi. İndi növbə bizimdir. Onun dinini, onu qorumaq indi bizim üzərimizə düşür. O bölgədəki dəvətçilər ixtilaf etsələr, istəyir alim olsun, istəyir elm tələbələri olsun, onlara tabi olan müsəlmanlar ixtilaf etsələr, bu dəvət zəfər qazanmayacaq, uğur qazanmayacaq. Ona görə əziz qardaşlarım, üzərimizə düşən bir-birimizə yardım etmək, dəstəkləməkdir. Allah-u Teala baxın, İsa'nı da misal gətirir və havariləri. Müsəlmanlara, möminlər üçün deyir, ey iman gətirənlər. Allahın yardımcı ənsarlarından olun. Allahın dinə yardım edən ənsarlardan olun. Necə ki, Məsih Məryəm oğlu İsa havarilərə demişdir, ey havarilər, sizlərdən kim Allah yolunda mənə yardım edəcək? Nə dedilər? Nəhnu ansarullah. Biz Allahın yardım edən qullarıyıq, sənin yanındayıq. Deməli, dəvət zəfər qazansa, hər birimizə xeyirdir. İnsanlar zülmətlərdən nura çıxacaq. Lakin burada nə lazımdır? Sadə bir şey. Gəlin, möhkəm olaq, bir olaq, bərabər olaq. Bir-birimizə yardım edək, dəstək olaq, hər bir halda. Və Allah, yəni, sıxılmadan, çəkinmədən deyirəm, mənəvi yardımla yanaşı, mütləq maddi yardım da lazımdır. İstəyir dəvətə, istəyir əhlinə. Peyğəmbər sallallahu aleyhi və səlləm daima bunu tövsiyə edib. Məgər az olub ki, Allah Rəsulü deyib ki, filan qoşunu kim təcih edər silahla, filan quyunu kim alar, strateji yerlərdir dəvətin gedməsi üçün. Filan işi kim görər, sahabələr hamısı malını, mülkün gəlib Allahın yolunda, dəvət yolunda fəda ediblər. Nə qədər hədislər var cihada gedənin, mücahidin silahlanması üçün, o gedəndə ailəsinə baxmaq üçün, nə qədər təşviq edən hədislər, ayələr var. Düzdürmü? Hədislər var, daha doğrusu belə deyək. Deməli, dəvətin yayılmasının ən baş səbəblərindən biri də, bax, müsəlmanların o dəvət əhlinə və dəvətə yardım etməklərdir. Mənəvi ilə yanaşı maddi dəstəyi də mütləq lazımdır.
Kitab çapı müsəlman malından əsirgəməməlidir. Dəvətin silahı nədir? Kitabıdır, müasir cihazlardır dəvətin gedilməsi, yayılması üçün. Düzdürmü, qardaş? Bunlar mütləq olmalıdır. Bəli, dəvətçi, alimi olsun, tələbəsi olsun, öz gücünə gedəcək, əlhəmdülillah. Lakin daha sürətli getməsi üçün, bax, müsəlmanların da yardımına ehtiyacı var. Yerlərin təşkil edilir. Bəli, qorxmadan, çəkinmədən, yerlərin təşkil olunması, şəraitin yaradılması, hər bir tərəfdən. Tələbələr öz aralarında, alimlər öz aralarında və ümumən də müsəlmanlar öz aralarında bu işdə yardım etməlidir bir-birinə. Bir-birimizi sevək, bir-birimizə dəstək olaq, bir-birimizə qayğı göstərək, ixtilaf etmək, vallahi o zaman zəfər qazanacaq, uğur qazanacaq və dəvət də yayılacaq. Və məqsəd də budur, dəvətin yayılmasıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm risalətin yayılmasıdır, məqsəd budur. İnsanlar zülmətlərdən belə nura çıxacaq. Başqa cür nura çıxa bilməzlər. Tövhid sünnə olmasa, vallahi həyat həyat deyil. Həqiqi həyat ola bilməz. Həqiqi həyatı tapmaq üçün mütləq din olmalıdır, tövhid sünnə olmalıdır. Bunun olması üçün hamı bir-birinə yardım etməlidir. Tələbələr tələbələrə, alimlər alimlərə, bir-birlərinə nəsihət etmək, bir-birlərinə tövsiyələr etmək, həmçinin müsəlmanlar da bir-birinə yardım etmək, bu işdə onlara və özlərinə yardım etməlidirlər. Hər cür şəraitdən, halal vasitələrdən istifadə edib bu dəvətin yayılmasına hamı dəstək olmalıdır. Hamımızın üzərinə düşür, hamının. Bugün alimlər, elm tələbələri olmasa hamımız günah daşıyarıq, biləsiniz. Hamımız dəvətin yayılmamasına görə. Əgər bir bölgədə dəvətçi islah edən yoxdursa, bilin ki, hamı günah daşıyacaq. Və Allah'a şükür elə gələn ki, sənin bölgəndə dəvət edənlər var. Allah qardaşımıza bərəkət versin. Hər bir bölgədə dəvətçi varsa bil ki, sən günah daşımırsan. Dəvətin getməməsinə görə. Yoxsa hamımız həlak olarıq. Hamımız. Fardul kifayət olduğuna bəli, fardul kifayət olduğuna görə. Yəni vacibdir, lakin hamıya yox. Hamı alim olan deyil, bilirsən. Hamı elm tələbəsi olmayacaq. Düzdür, bu reallıqdır. Sən işi gücü atıb dəvətə girişəcəksən, elmə girişəcəksən, deyəsən, qardaş, mənim ticarətim var, 5, 10, 20 ildir bu işlə məşğul. İndi bunu atım, dəvətlə məşğul olum, biraz ağır gələcək nəfsinə. Kimisi müəllimdir, kimisi mühəndis, kimisi həkimdir, kimisi nə bilim, restoran işlədir, kimisi kafe işlədir. At, dəvət ona ağır gələcək. Onda Allah'a həmd elə, şükür elə ki, sənin yeri o işi görənlər var. Elə məsələ, sən də günah daşıyasan onlarla bərabər. Və bir bəla gəlsə, hamımızı bürüyəcək. O bəla da qalxmayacaq, nə qədər əlimizi göyə qaldırsaq da. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Tirmizdə keçən hədisdə buyurur ki, əgər siz yaxşılığa əmr etsəniz, münkərdən çəkindirməsəniz, Allah Taala deyir, sizə bəla göndərər. Və siz əlinizi qaldırıb dua eləyərsiniz, Allah Taala dualarınızı qəbul etməz. O bəla qalxmaz. Deməli, salihlərin olması kifayət eləmir. Mütləq islah edənlər də olmalıdır. Və onların başında kimlər durur? Alimlər və elm tələbələri. Deməli, sənin bölgəndə fərqi yoxdur, hansı oba olur, hansı kənd, hansı diyar, hansı ölkə. Orada alim, elm tələbəsi varsa, vallahi oranın əhli gərək Allaha həmd eləsin ki, onlar günah daşımırlar. Dəvətin getməməsinə görə, yayılmamasına görə, elmin olmamasına görə, günah daşımırlar, hamı günah daşıyacaq. Və bəla gəlsə, hamı gedəcək onun içində. Buna görə alimləri və elm tələbəni sevmək, onların qədrini bilmək lazımdır. Onlar üçün dua etmək, onların sabit qalması üçün, öz aralarında mehriban olmaqları üçün hamı çalışmalıdır. Yoxsa fitnəkarlıq edib, bu ondan söz aparır, bu bundan söz aparır, alimin, elm tələbəsi arasını vurur. Bu fitnə fəsaddır, bu fitnə əhlin işləridir. Onlar düşünmədiyinin hansı bir bəlanın gəlməsini tezləşdirirlər. İxlaf etsək, gücüdən düşəcək, ruhdan gedəcək, ruhdan düşəcək, heybətimiz qalmayacaq. Bidət əhlinin, bidətinin yayılmaması üçün elm əhlinin, əhl-i sünnətin bərabər olması mütləq olaraq şərtdir. Yoxsa hərəmiz ixtilaf edək, parçalanaq, meydanı buraxacaqsan müxaliflərə. İstəyir ateisti olsun, istəyir deisti olsun, istəyir digər bidət firqələri olsun, digər dinlər olsun. Meydanı buraxacaqsan onlar. Niyə? Çünki öz aramızda çəkişirik, ixtilaflar var. Başımız bir-birimizə qarışıb. Onlar da fürsətdən istifadə edib öz batil fikirlərini insanlara yürüdəcəklər. Səbəbkar kim oldu? Bu fitnəni alaşdıranlar. Onun üçün gözəl qardaşlarım, belə nəsiyyətim odur ki, xüsusən elm tələbələrə və ümumən bütün müsəlmanlara möhkəm olaq, bərabər olaq, bir olaq, ixtilaf etmək, bir-birimizi sevək, hər bir işdə bir-birimizə yardım edək, istər mənəvi cəhətdən, istərsə də maddi cəhətdən. Vallahi bunu yəni heç kəsin qınağından qorxmayaraq, sıxılmadan deyirəm. Mənəvi və maddi dəstək olmalıdır ki, Allahın dini yayılsın. Sahabələr malının hamısını Allah yolunda sərf edərdilər. Cihada getdikləri zaman malından, canından belə keçirdi. Canından şirin nəsə bir şey var.